Hörmətli Sport Info TV izləyiciləri, sizi Polşanın Krakow şəhərindən salamlayıram. Hazırda adı çəkilən şəhərin Krakovaya stadionundayam. Bildiyiniz kimi Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində məhz sabah bu arenada Ukrayna millisinin qonağı olacaq. Müharibə şəraiti səbəbindən Ukrayna ev oyunlarını məhz bu meydanda keçirir. 15.000 tutumu olan stadionda milli komandamız arxa fonda gördüyünüz kimi oyun öncəsi son məşqinə çıxıb. Növbəti ağır oyunun bizi gözlədiyini deyə bilərik. Nəzərə alaq ki, yığma komandamız 3 gün əvvəl Fransa ilə çox ağır oyun keçirib və Parisdən birbaşa Krakova gələn milli komandanın üzvlərinin yol yorğunluğunu da bura nəzər əlavə edəsi olsaq, psixoloji, fiziki komandanın yükləndiyi məlum məsələdir. Cəmi 2 sutka bərpa olunmaq üçün müddəti olub komandanın. Ukrayna millisi də ağır səfərdən gəlir, İslandiya səfərindən gəlir, amma çox vacib, önəmli qələbə qazanıb 5-3 hesabı ilə səfərdə və o qələbədən sonra Ukrayna millisi üçün bu oyunun əhəmiyyəti 2 qat artıb. Ukrayna millisi seçmə mərhələlərinin artıq birinci oyununda, Azərbaycan millisi ilə oyunda çox önəmli 2 xal etdirib. Bakıdakı maç 1-1 hesabı ilə başa çatıb. Bu baxımdan bugün sabahki oyunda qələbə Ukraynalılar üçün çox önəmli olacaq. Təbii ki, Fransa ilə nisbətdə Ukrayna önündə şanslarımız daha çoxdur. Komandamızı irəli xəttdə, hücum fazasında daha çox görərik. Təbii ki, bu hücumda oynamaq anlamına gəlmir. Sadəcə daha çox əks hücum fürsətlərimiz olacaq, daha çox qol vurmaq fürsətlərimiz olacaq. Oyundan öncə bir qədər əvvəl komandanın baş məşqçisi Ayxan Abbasovun da açıqlaması vardı, Elvin Cəfərquliyevin də açıqlaması vardı. Ayxan Abbasov bildirdi ki, futbolçulara bildirdim ki, İslandiya ilə oyunu əhəmiyyətini artırmalıyıq. Bizim üçün İslandiya ilə evdəki oyun çox önəmli olmalıdır, vacib olmalıdır. Bu isə o anlama gəlirdi ki, yığma komandamız sabahki oyunda qələbəyə köklənib. Elvin Cəfərquliyevin fikirləri var. Bildirdi ki, sabahki oyunda qələbə turnir cədvəlində vəziyyətimi bir xeyli yaxşılaşdıra bilər. Bir qədər açası olsaq, sabahki Ukrayna üzərində qələbə milli komandamızı 4 xalla ikinci pilləyə yüksəldə bilər və belə də İslandiya ilə evdəki oyun həyati əhəmiyyət daşıya bilər ikinci pillə uğrunda mübarizədə. Sabah şanslarımız necədir? Dediyim kimi, təbii ki, favorit Ukrayna millisidir. Ukrayna millisinin heyətində kifayət qədər təcrübəli, adlı sanlı futbolçular çıxış edir. Benfica'da, PSG-də çıxış edən futbolçular var, arasında bizə tanış simalar var. Amma istənilən halda Fransa ilə müqayisədə dediyim kimi şanslarımız daha çoxdur. Fransa millisi daha çox yerlə ötürmələrdə kombinasiyalı hücumlar sonrası qol vurmağa çalışırdısa və təbii ki, çətinlik çəkdilər. Yalnız 45-ci dəqiqədə millimizin, daha doğrusu Ayxan Abbasovun qurduğu 2 qat bloku yalnız Mbappe'nin fərdi ustalığı sayəsində yara bildiklərini deyə bilərik. Təbii ki, Ukrayna millisinin heyətində Mbappe kimi fərdi ustalığı keyfiyyəti yüksək futbolçu yoxdur. Bizim futbolçularla müqayisədə fərdi ustalığı olan futbolçular var, amma təbii ki, Fransa millisi ilə müqayisədə, yəni Ukrayna millisində o qədər də Mbappe'nin edə biləcəyini edəcək futbolçular yoxdur. Bu baxımdan düşünürəm ki, kombinasiyalı hücumdan çox Ukrayna millisi uzaqdan zərbələrə, cinah asmalarına daha çox üstünlük verəcək. Təbii ki, ikinci mərtəbədə mübarizə aparmaq hər zaman bizim milli üçün problem olub. Bu problemi həll edə bilsək, hava toplarında ikinci mərtəbədə səhvlərə yol verməsək, düşünürəm ki, Fransadakı mübarizəni burada davam etdirib Ukrayna ilə oyunda yaxşı nəticə əldə edə bilərik. Millimizin tarixində belə hallar olub. Zaman-zaman Serbiya Çernogoriyanı qrupun 2 maçında da büdrətmişik. Türkiyə millisini büdrətmişik çox əhəmiyyətli oyunlarda və digər nümunələr var. Finlandiya ilə oyun var, İsveçrə ilə maçlar var ki və bu rəqiblər üzərindəki qələbəmiz həm tariximizə düşüb, həm də o rəqiblərin böyük turnirlərə getməsinə mane olmağı bacarmışıq. Bu dəfə Ukraynanı məğlub edəsi olsaq, eyni taleyi Ukrayna millisinə yaşada bilərik. Evdə bərabərlik, səfərdə qələbə. Həm Ukrayna millisini böyük turnirdən kənarda qoya bilərik, həm də özümüz bu yolda
çox inamlı, əmin addım atmış olarıq. Ümid edək, inanaq, sabah milli komandamız Polşanın Krakow şəhərində çox uğurlu nəticəsilə bizi sevindirəcək.